Hörmətli Qax şəhərinin əhalisi, hər birinizə əsənliklər olsun. Qax şəhəri demək olar ki, Azərbaycanın mirvarisidir. Həm təbiəti, həm insanları çox gözəldir. Hər birinizə dərin təşəkkür edirəm. Hər biriniz qonaqpərvərsiniz. Düzdür, müəyyən səbəblər var, narazılıqlar var, müəyyən İllisu gömürlüyü ilə bağlı bahaçılıqdan narazılıqlar vardı. Həm də Bakı ilə Qaxın ara məsafəsi uzaq olduğu üçün, ucqar bir zirvədə yerləşdiyi üçün, ucqar bir rayon olduğu üçün müəyyən şərtlər vardı, demirəm. Bura hava yolu olsaydı, yəni samolyot yolları, aeroport olsaydı və yaxud da helikopter düşəcəyi, bu cəmaatın gəliş-gediyinə rahat olardı. Mən buradan Qax şəhərin icra başçısına demək istəyirəm ki, siz gözəl yerdə yaşayırsınız, gözəl vətəndaşlar var, siz bəxtəvərsiniz, şad olun ki, belə gözəl yerdə, insanlarla ünsiyyətdə, təbiətin havasında. Mən Qax şəhərinə daxil olan gündən insanlarda hörmət, izzət, çox yerlərdə olmuşam. Belə hörmət, izzətli insanlar nadir hallarda insanlara rast gəlib. Hər bölgənin öz gözəlliyi var, amma Qaxın tamam başqa bir gözəlliyi var. İnsanları tamam, insaniyyəti tanıdı, tanımadı, hamı hörmətlə yanaşırlar, qarşılayırlar. Sanki uzun illərdir tanıyır, tanımadığı insanlar. Bax, belə insanlardan, belə cəmiyyətdən daha yaxın olmaq, ünsiyyətdə olmaq, bunlarla hörmətlə yanaşmaq, bunların hər işini həll etmək vətəndaşların borcudur, məmurların borcudur. Yəni, belə Azərbaycanın gözəl güşələrinin birində yerləşən, dağlıq relyefdə yerləşən cəmaatına təmasda olmaq daha gözəllikdir, daha ilham vericidir. Mən Qax şəhərinin icra başçısından bir dənə xahişim var. Bura qonaq gələrək, bir vətəndaş olaraq. Salam olsun. Bir xahişim var, bu ana heykəli, ana müqəddəs deməkdir. Bu görürsünüz, göyərçin var əlində. Göyərçin azadlıq deməkdir, sülh deməkdir. Bu ana heykəli, niyə bu videonu çəkirəm? Qaxın mədəniyyətinin, gözəlliyi, insanların gözəlliyi, insanların qonaqpərvərliyinin qarşısında bu ana heykəlin olması daha ilham vericidir. Amma ana heykəlin qarşısında bu zibillikləri görmək ürək ağrısıdır. Görürsünüz.